Onu Bakıda hörmətlə qarşılayır, Kreml isə diqqətlə dinləyirdi. Bir çoxları onu gələcək Sovet Sosialist Respublikaları İttifaqının rəhbəri kimi görürdü. 10 may 1923-cü ildə Naxçıvanda dünyaya gələn Heydər Aliyev sonradan Sovet İttifaqının ən nüfuzlu simalarından birinə çevrilir. Dövlət Təhlükəsizlik Komitəsi sistemində başlayan fəaliyyəti 1963-cü illərdən etibarən onu artıq Azərbaycanın sərhədlərindən kənarda tanıdır. Onun rəhbərliyi dövründə Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının ən sürətlə inkişaf edən respublikalarından birinə çevrilir. 1982-ci ildə isə Heydər Əliyev Sovet İttifaqının ali rəhbərliyinə, siyasi büroya daxil olur. Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra Azərbaycan ağır böhran yaşayır. 1993-cü ildə Heydər Əliyev ölkəyə qayıdır və sabitliyin bərpasına başlayır. Əsrin müqaviləsi, neft strategiyası və dövlət islahatları isə müasir Azərbaycanın əsasını formalaşdırır. Bəziləri üçün sərt siyasətçi, digərləri üçün isə ölkəni ən çətin dövrdə ayaqda saxlayan lider. Heydər Əliyev təsiri bir dövrü aşan şəxsiyyət. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Mən həmişə fəxr etmişəm, bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.